Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum. Hörmətli tamaşaçılar, siz Həzrəti Zəhra səlamullah aleyha şəbəkəyi cəhaniyə baxırsınız. Hamınızı salamlayır və xoş gördün deyirəm. Bildiyiniz kimi biz silsiləvari bəhslərimizi davam edirik. Bir neçə gündür və həftədir ki, Əhl-i Sünnə kitablarında İslam tarixi bəhsini davam edirik. Bugünkü mövzu ilə əlaqədar hörmətli qonağımız Şiənin böyük ruhanilərindən Həzrəti Ayətullah Seyyid Hüseyn Musəvi Zəncani Həzrətlərini studiyamıza dəvət etmişik. Selamun aleykum. Aleykumussalam və rəhmətullah. Xoş gəldiniz. Salam arz edirəm sizə məhzərinizə və əziz tamaşaçıların məhzərinə. Siz işarə buyurdunuz da mövzu, bəhsimiz nədir? İstirik Əhl-i Sünnət kitablarının üzü ilə, Qur'anın üzü ilə bərrəs eləyək, yetişək, araşdıraq görək ki, qəziyyə nəymiş, niyə bir din olub, neçə məzhəb bölünübdür, niyə bölünüb, niyə ixtilaf var? Ərz elədik ki, Qur'andan şuru eləyək və Qur'andan da şuru elədik. Bəli. O yerə çatdıq ki, Surə-i Mübarək-i Bəqərədə ayə 248-dən ta ayə 251-ə kimin Allah 8 dənə müşəxxəsə gətirir. Buyurur ki, əgər istəyə bir nəfər imam ola, xəlifə ola, peyğəmbər yerində gərək 8 dənə müşəxxəsəsi ola. Dalıcı onu bəyan eləyəndən sonra bərnamələrin birində ərz elədik, proqramların birində ki, ağa, bu kitabları ki, Əhl-i Sünnət möhtərəm yazıblar. Bəli. Biri təfsiri məqatildir. Onların əvvəl təfsirlərindəndir. Görək, ağayan Əhl-i Sünnət, bu qardaşlar yazdığı nədir? Sünnətdir. Bizdə nökərləri varıq. Onlar ki, istillə deyərlər, biz sünniyik, sünnəti Peyğəmbərin dalayıcıyıq, biz vəhhabiyik, Peyğəmbər hər nə buyursa, onu qəbulvarımızdır. Biz getdik bunların əvvəlin təfsirin. Biz deyək, kökündən. Bəli. Rişədən. Bəli, kökündən. Kökündən bunların əvvəlin təfsirlərinin birini getdik. Əlbəttə, neçə təfsir getdik? Biri təfsiri məqatilidir. Onun üzü ilə oxuduq. Ayə bə ayə. Gördük, bunlar deyirlər, istəyirik İslamı düşünəsiz, gedin Yahudilərdən öyrənin. Cələsəyi ki, bundan qabaq varımızdır, ya proqramı qəblidə, hududu 8 dənə biz ayə oxuduq da, bu 8 ayədə, 8-ində də ağayanı Əhl-i Sünnət yazıblar ki, istəyirik düşünəsiz, İslam nədir, gedin Yahudilər. Qur'anda deyir, lətəcidənnə əşəddən nas ədavətən ləzzəzinə amənə vəl-yəhud. Sən mütəvəccih olacaqsın ey Peyğəmbər, sənin ümmətin mütəvəccih olacaq. Bu səhyunistlər çox xətərnakdırlar. Yahudular xətərnaktərin millətdirlər sizə. Xob, Allah deyir, bunlar xətərnakdır. Əhl-i Sünnət deyir, gəlin gedin həmin xətərnaklardan nə öyrənin? Elm öyrənin. Elm öyrənin. Hal onun idaməsinə diqqət buyur. Çatdıq biz bu ayə, Surə-i Bəqərə 9-cu zahirən olur. 4-cü ayə. Surə-i Bəqərə 4-cü ayə. Vəl-ləzinə yu'minunə bimə unzilə iləykə və mə unzilə min qəblik. Ey Peyğəmbər, muttəqi o adamlardır ki, sənə iman gətirə, səndən qabaqlara da iman gətirə. Xob, görək, ağayan Əhl-i Sünnət tərcüm ediblər, kimdir onları ki, Peyğəmbərlərə iman gətiriblər? Bəli. Düz adamlar kimdir? Yazıb ki, Mümini Əhl-i Tevrat. Tevrat, Yəhudun ümmətinin, Tevratın ümmətinin möminlərin deyir ki, əxirən gəlib olublar müsəlman, İslamı bunlardan öyrənin. Kimdir onlar? Üseyd ibn Zeyd, Yahudidir. Üseyd ibn Kəb, Yahudidir. Səlam ibn Qeys, Yahudidir. Sə'ləbət ibn Ömər, Yahudidir. İbn Yamin, Yahudidir. İbn Səlam, Yahudidir. Bunlardan gedin İslam öyrənin, hamısı Yahudidir. Bir cəmbəndi eləyim. Ərz elədik ki, biz şiələr bu ayəyə əməl gərək eləyək. İnnəməl mü'minunə ixvə.
Müsəlmanlar hamısı biri-birinə qardaşdırlar. Şiə olsa sünninin qardaşıdır. Sünni olsa şiənin qardaşıdır. Duruz. Leza biz istəyirik qardaş olaq, amma mürəkkəb axa, qan axmaya. Yəni söz danışılsın, bəhs olunsun, proqramhay müxtəlif olsun. Bəli. Amma dava olmasın. Qətl-i kuşlar, müharibə olmasın. Bu dövlətdə dava, o dövlətdə dava, şiə, sunni, bu onu öldürür. Bu bərxilafı Qur'andır. Terror olmasın. Terror olmasın. Xob, nə cür eləyək olmasın? Oturaq danışaq. Xob, əlan danışırıq. Aya biz gələk, əziz qardaşlar ki, böyük qardaşımız Əhl-i Sünnətin sözünə baxsaq, nə olar nəticəsi? Olar ki, gəlin, gedin, Yahudilərdən öyrənin, Elm öyrənin. Elm öyrənin, İslam öyrənin. Biz ərz edirik ki, xəlqin içində, cəmaatın içində hamı belə bilir ki, şiə ilə sünnünün ixtilafı var bu dənə mətləb üstə. Ki, əvvəlimci xəlifə Əli ibn Əbi Talibdir, onlar deyirlər Əbu Bəkr. Əbu Bəkr. Qəziyyə bu cür deyir, qəziyyə bundan yekədir. Biz istəyirik bunları kiçildək, ixtilafatı kəməldək. Məsələn, Şərh İbn Əbil Hədiddə, ala bir haşiyədir gedirəm, yenə qeydəcəyəm mətnə. Cildi 12-cidə, səhifəyə 82-dən sonra hududi 30 neçə dənə dəlil gətirib ki, Əli ibn Əbi Talibdən imam olmaz. Gərək əvvəlin imam kim ola? Əbu Bəkr. Xeyli xub. Kitabın adı nə idi? Bəli, kitabın adı Şərh İbn Əbil Hədid, Şərh Nəhcül Bəlağə, 12-ci cild, 82-dən sonra səhifələrdə bu mətləb gəlib. Bu kitabdır da, əlan gözümün qabağındadır. Duruz. Bəli. Bunlar deyirlər ki, Peyğəmbər diriliyində sözü hüccətdir. Öləndən sonra hüccət deyil. İbarətə bax, deyir ki, Əti'ur Rəsul inkânə həyyən. Əti'ur Rəsul, Əti'ullah və Əti'ur Rəsul inkânə həyyən. Yəni nə mənə? İtaət elə Peyğəmbərdən. Madam ki, diridir, diri olanda. Amma öləndən sonra da sözü hüccətdir. Bəs bu rivayəti siz özünüz qəbul eləmişsiniz. Qur'andan çıxır. Həlal Muhammedun həlalun ilə yevmil qiyamə. Haram Muhammedun haramun ilə yevmil qiyamə. Peyğəmbər hər nəni həlal eləyib, ruzu qiyamətə kimin həlaldır, haram eləyib, ruzu qiyamətə kimin haramdır. Necə ki, Peyğəmbər 23 il Peyğəmbər imiş. Mənayı bu söz ki, ağalar deyirlər, sünnülər deyirlər, mənası budur. 23 il Peyğəmbər hüccətdir, ondan sonra sözü hüccət deyir. Duruz. Xob, bəs kimin sözü hüccətdir? Yahudilərin sözü hüccətdir. Görək nə cür? Baxın, Surə-i Ali İmran, 7-ci ayə. Orada yazıb ki, Qur'an buyurur ha, Qur'anı heç kəs yaxşı düşünməz, məgər Allah və onları ki, Allah onları örgədib. Bu 7-ci ayədir Surə-i Ali İmranda. Yazıb ki, yəni Əbdullah ibn Səlam və əshab, yəni Yahudiləri ki, təzə müsəlman olub. Bəs Əli ibn Əbi Talib niyə düşünmür? İmam Hüseyin niyə mütəvəccih olmur? İmam Həsən niyə mütəvəccih olmur bu İslam'a? Yahudi niyə düşünür? Bu əslən bu ayə nazil olanda heç bu gəlməmişdi, müsəlman olmamışdı bu Yahudi. Diqqət buyurun ha. Bəli. Biz bir pillədə sülhə görə, Allaha görə gəlirik aşağı. Deyir, ağa, nə Əli ibn Əbi Talib'i fiilən fərz eləyək, aləm fərzdə. Nə Əli ibn Əbi Talib imamdır, nə İmam Həsən və nə İmam Hüseyin. İmam həmun Əbu Bəkridir, Ömər diyor ki, Osman. Xob, siz deyin, gəlin ey müsəlmanlar, Əbu Bəkr Ömər İslamdan örgənin. Baxın, İslamı Əbu Bəkr Ömər Osmandan örgənin. Bunu desəz gənə əqlə yoxundur, yox? Bəli. Xob, deyər, yağa, bu qardaş sünnət əhlidir, əhli sünnətdir. Deyir, ağa, Peyğəmbərin sahabələrindən örgənin. Bu əqlə yoxundur. Amma sən kitab yaz. 2 cilt, əlbəttə, ələn olur 5 cilt. Binamı təfsir adına.
5 cildin əvvəlindən axıra deyir, İslamı düşünən Yahudidir. Əqəllən baba yaz İslamı düşünən Əbu Bəkirdir, Ömərdir, Osman gənə əqlə yoxundu. Təəccüb burdunuz. Liza istirik deyək ki, bizim təfavutu düşünməyimiz, ixtilafımız fəqət məsələyi imamətdə deyir ki, biz deyirik Peyğəmbərin sözü axirət həkimin hüccətdir, onlar dilə yox. Xeyli xoş. Biz deyirik İslamı Peyğəmbərdən örgən, Ali Muhammeddən örgən və əshabından. Onlar deyirlər kimdən? Yahududan. Xoş, biz deyirik ki, təfsiri gərək haqqıdır Əbu Bəkr yazan, niyə yazmayıb? Ömər yazan, niyə yazmayıb? Osman yazan, niyə yazmayıb? Niyə qarın əvvəldə Peyğəmbərin hər nə mətləbi vardı, hamısını yandırdınız? İkinci qarının vəsətindən bu yana şuru elədiniz nəyə? Ağa İslam budur. Bunu mən bir bala tozih verim. İmam Hüseyni şəhid eləyəndən sonra düşmənləri, yəni Bəni Umeyyə, yəni Bəni Abbas düşündülər ki, Allah tərəfindən Əhl-i Beyt məmurdur, fəqət otura öyündə dərs deyə. Qılıncı istifadə eləməyək. Gördülər İmam-ı Səccad dua oxur. İmam-ı Baqir dərs deyir. Yəni Bəni Umeyyə, Bəni Abbas kullən sünnülərin böyükləri. Gördülər ki, Aşuradan sonra Əhl-i Beyt əyləşirlər, fəqət nə eləyələr, dərs deyərlər. Onlar gətdilər, cələsə qoydular. Cələsəyə siz nə deyəriz? Məclis. Məclis qoydular. Kim? Bəni Umeyyə. Sonra kim? Bəni Abbas. Nə idi cələsələri? Əhl-i Beyt istir, mərcəiyyətlə qudrəti ala. Ola mərcəi təqlid. Gəlin biz də yazaq. Yaxşı, Bismillahirrahmanirrahim. Mücahid yazdı, Qətadə yazdı, Zəhhak yazdı, Buxari yazdı, Əhməd ibn Həmbəl, Şafii, Maliki, Əbu Hənifə, Muslim, Tirmizi. Tamam imamlarımız, İmam-ı Səccad şuru elədi yaza, onlar da şuru elədi yazarlar. İmam-ı Zaman qayib olan günlərdə də onların kitabları təkmil oldu. Diqqət buyur ha. İmam-ı Zaman vaxtı ki, qayib oldu, onların da kitabları yavaş-yavaş nə olur? Təkmil oldu. Baxırıq, görürük, İslamı bunlar qarni 2-ci əsrdə, qarnidə, 3-cü əsrdə yazıblar, 4-cüdə. Yəni, imamlar ki, şuru eləyiblər, deyələ İslam budur, onlar da əsləni qoyublar yerə zahirdə. Bəli. Nəməli götürüblər? Qələm götürüblər, sual. Haqqımız var da. Ağa, bu İslamın qələmin niyə Əbu Bəkr, Ömər, Osman götürmədi? Niyə Muaviyyə və Yəzid götürmədi? Yetirə bilirəm sözümü. Mən başa düşürəm ki, sizin dillərimizdən, yəni onlar ki, daha layiq idilər İslamın elmini, İslamın hər bir cəhətdən qabağa aparmaq. Onlar sədr İslamda yaşayan müsəlmanlar olmalıydılar, səhabələr olmalıydılar. Onlardan da önəmlisi 3 xəlifə, 4-cü də deyək ki, Həzrət Əli də olmalıydı ki, onların içində ki, Həzrət Əli yazmışdı, məhv elədilər. Bəs niyə görə Osmanın, Ömərin, Əbu Bəkirin təfsiri yoxdur, heç bir elmi bir işi yoxdur, heç bir kitabı yoxdur. Amma müsəlmanlar 2-ci əsrdən, 3-cü əsrdən başlayır elm almağa. Afərin. Mən ibarəti bir də əvəz eləyim, mətləbi yaxşı yetirdiniz siz. Hala mənim ləhcəmlə danışaq ki, bu cür olur ha, bizim imamlar, bizim Peyğəmbər, onların xəlifələri olanda, diqqət buyur ha, xob, baxırıq görürük qarni əvvəldə, əsr əvvəldə, əvvəlimci əsrdə. Bir dənə kəlmə qoymayıblar, bir nəfər mürəkkəb yaza. Qala Rasulullah. Diqqət buyur, əvvəlimci əsrdə. Elə ki, əvvəlimci əsr qutuldu, Peyğəmbər dünyadan getdi, Əli ibn Əbi Talib, İmam Həsən, İmam Hüseyin. Bunlar dünyadan gedəndən sonra Peyğəmbəri görənlər. Ondan sonra bizim Əhl-i Beyt əyləşdi, İmam-ı Səccad, İmam-ı Baqir, İmam-ı Sadiq İslamı yazala. Qələmlə gedək qabağa. Daim misli Aşuran Tayyib dəvət eləsələr, biz imamət eləməyək. Bəni Abbas və Bəni Umeyyə otdular, məclis qoydular. Nə eləyək, biz də yazaq. Təəccüb buyuruz, nə cür sözlərinə baxaq. Dünən Əli ibn Əbi Talib xəncəri götdü, Muaviyyə də xəncəri götdü. İmam Həsən dedi, ağa, haq bizinəndi, Muaviyyə yenə əsləhəni götdü.
Xəncəri. İmam Hüseynə namə yazdılar, gəl Əraqda bizə imam ol, Yezid əsləhə götürdü. Silahı götürdü. Aha. Çün qarn əvvəldə Əhl-i Beyt onların müqabilində dayandılar. Amma Əhl-i Beyt kəm idilər, şikəst idilər. Gəlin qarn dövvumda çün Əhl-i Beyt oturubla bir yol yazacaqlar. Qələmlə bizlə toqquşala. Onların sözünü deyirəm hə. Onlar da gəldilər, dedilər, biz də sizin tayızıq. Bismillahirrahmanirrahim. İmam-ı Səccad burada yazırdı. O tərəfdə Zuhri yazırdı. İslam budur. İmam-ı Səccad səhifəyə Səccadiyə yazırdı. Zuhri də Kitab-ı Əl-Fiqh yazırdı. İmam-ı Baqir kitabı yazırdı. Binam-ı Əl-Fiqh müqabilində əmsalə həmin Zuhri, Kəlbi, Suddi, Qatadə, Mücahid də onlar da kitab yazırdılar. Diqqət buyura. İmam-ı Sadiq şuru elədi, müfəssəl dərsdir. O kitabı İmam-ı Sadiq, Musnəd İmam-ı Sadiq. O 21 cildə fikr edirəm 20-30 min rivayət ola. Hala saymamışam ama. Onun müqabilində onlar da götürürlər Buxari nə yazdı? İmam-ı Sadiqdən sonra şuru elədi. Səhih Buxari, Səhih Müslim, Səhih Tirmizi. İmamlarımız apardılar qələmə deyələ İslam budur. Onlar da getdilər qarn dövvumda, sinvumda, çarında nə elədilər? İslam cürlədilər. Əlan ki, həm danışırıq. Bunların İslamı qarn əvvəlinki döy. Qarni? Birinci əsrdə deyil. Hə, birinci əsrdə döyür. Qarni ikincidə, qarni üçüncüdə, qarni. Niyə? Çün qarni əvvəldə Peyğəmbər dünyadan gedəndən sonra Əli ibn Əbi Talib tək qaldı. 3 dənə bunun yarı ənsar var idi. Biri ibarət idi Həzrəti Həmzədən. Həzrəti Həmzə şəhid oldu. Diqqət buyururuz. Biri Həzrəti Cəfər Səyyar idi, şəhid oldu. Qaldı əmisi Əbbas ibn Əbbas uşaq idi. Bir də Əqil də ki, sən deyən əhli cəng döyürdü. Əli ibn Əbi Talib qaldı tək. 2-3 dənə qonaqları vardı, uzaqdan gəlmə idilər. Səlman-ı Farsi, Əbu Zər Qəfari, bunlar. Bəli. Bunlarla da əlindən müdət gəlmədi. Duruz. Lezaz, qarn əvvəldə düşmən qəvidir, düşmən Əhl-i Beyt qəvidir. Tamamı asarı beynindən apardılar. Qarn dövvumda Əhl-i Beyt yavaş-yavaş şuru elədilər, İslamı yazala, onlar da yazdılar. Musnəd Əhməd yazıldı. Əl-Umm Şafii yazıldı, Səhih Buxari yazıldı, Səhih Müslim yazıldı, Nəsai yazdı, İbn-i Macə bunlar. Odur ki, ağayan əhl-i sünnəti İslamı qarn-ı dövvumda yazılıb, ta imamların da qələminin qabağın qələmlə tutarlar. Əgər mən yetirə bilmədim, sən tozih ver. Qarn əvvəldə İslamı qoymadılar, əsəri qala. Siz deyirsiniz ki, əsr əvvəldir, əvvəlimci əsrdir. Birinci əsrdə. İkinci əsrdə imamlar şuru elədi İslamı yazala. Onlar da biz də yazacağıq. Görürüz ki, İslam-ı Əhl-i Beyt, bağışlayın, İslam-ı Əhl-i Sünnət, İslam-ı Buxari, Müslim, Tirmizi, Əhməd bunlardır. Bunlar da hamısı qarn dövvum, sevvumdurlar. Niyə? Çün imamlar yazırdılar, müqabili imamlarda qələmlə dayanırlar. Siz gözəl açıqlama verirsiniz, amma biraz da mən açıqlama verim ki, bəli. Sizin dediyinizdən belə başa düşürük ki, haçan ki İmam Hüseyin, İmam Əleyhisselam o güclə çıxmışdı onların qabağına, bunlar da çalışırdılar güclə Əhl-i Beytin qabağını yanalar. Haçan ki onlar qələmə sarıldılar, elmlə, bu işlərlə məşğul olurdular, onlar da onların müqabilində bu işlərə atdılar. O ki bizim İmam zamanımız qeybə çəkilir. Onlar da ehtiyac görmürlər kitab yazmağa. Biz görürük ki, o əsrdən sonra bir yaxşı kitabları yoxdur bunların. Yaxşı bir əsərləri yoxdur, yaxşı bir təfsirləri yoxdur. Haçan ki, imamlar əllərinə qələm alıblar, bunlar da onların müqabilində əllərinə qələm alıblar. Biz bu cür deyirik. Deyirik İmam-ı Səccad, o deyir Əl-İmam Zuhri. Bəli. Biz deyirik İmam-ı Baqir, onlar deyir Əl-İmam Kəlbi. Biz deyirik Əl-İmam-ı Sadiq, Əl-İmam-ı Kazim, onlar da Əl-İmam Müslim, Əl-İmam Buxari. İmamın əsli zamanı Peyğəmbərdə gərək imam olaydı. Ta o imam deyildi, bunlar imamdır. Əli ibn Əbi Talibə imam demir. Əli ibn Əbi Talibə imamətin qəbul yoxudur ki, Peyğəmbər onu tərbiyyət eləmişdi. Əli ibn Əbi Talib buyurdu, Peyğəmbər buyurub, mənəm, Həsəndir, Hüseyin o, Əli o, Baqir o, Sadiq, biz imam bizik. Onlar gəldilər, bunların müqabilində Bismillahirrahmanirrahim, hər günə bir imam tapıldı. İmam Tirmizi. Eşitmişəm bir dəfə deyərlər İmam Əbu Bəkr.
Sən bil vicdanın bir nəfər mənim sözümü eşidir, türkünü mütəvəccih olur. Niyə Ömərə demirlər? Həqiqətən eşitməmişik. İmam Ömər. Həqiqətən elə bir şey eşitməmişik. Niyə eşitməmişik? Bəli. İmam Osman, İmam Muaviyə, Bəli. İmam Yezid niyə demirlər? Çünki imam Əhl-i Beyt o adama deyirdi ki, elm örgədə xəlqə, elm, Bəli. danış. Elmidən qeyri ayrı ibadət yoxumuzdur ki, deyəm. Bilik örgədə, elm örgədə, Duruz. dillərin örgədə. Hər kəs mərduma elm örgəsi, ona deyərlər imam, Bəli. rəhbər, Bəli. qaid, hakim, vəli, xəlifə. Duruz. Gəldilər, gördülər ki, bizim imamlarda fəqət elmi var. Gəldilər, Bəkrilər, deyərlər, Əl-İmam Əbubək, gördülər, Əbubəkdə bir kəlmə söz örgətməyib. Əbubək imam deyil. Deyil. Ömər Əl-İmam deyil. Osman Əl-İmam deyil. Əl-İmam Muaviyə yox. Əl-İmam Zuhri, Əl-İmam Muslim, Əl-İmam Buxari, Əl-İmam Əhməd, Əl-İmam Tirmizi. Hala imamların birini sənə deyim. Biri bunların Əbu Hənifədir. Əvvəlin imamlarıdır. 4 dənə məzhəbdir da. Əbu Hənifə, onun dalıca Malik, onun dalıca Şafi, onun dalıca Əhməd. Bu 4 dənə əhl-i sünnət. Bu ağa deyir, bu ağa 71.000 dənə fətva verdi. Nə Quranda var, nə hədisdə. Bunu mən demirəm ha. İbn Əbil Hədid Sunni yazıb kitabı təfsiri şərh Nəhcü Bəlağada. Əlan mənim gözümün qabağındadır. Musənnəf İbn Əbi Şeybədir. O ustadı Buxaridir. O yazıb hamısını gətirib ha. Mən qəblən bəzi şəbəkələrdə demişəm bu sözü. 483 dənə fətva verib zidd Peyğəmbərə. İbn Əbi Şeybə Buxarinin ustadı Kitab-ı Əl-Musənnəfdə yazıb Peyğəmbərin ziddinə, onun əleyhinə, o deyib bu həlaldır, bu deyib haramdır. Deyiblə ağa bu Peyğəmbərin sözüdür. Sünnət-i Peyğəmbər İslamdır, nə sənin sözün. Sərahətən deyib Peyğəmbər diri olsaydı, əgər rəyi məndən örgənəydi. Hardadır bu sözlər? Həm İbn Əbil Hədid yazın bunların bəxşin, həm Xətib-i Bəğdadi, Tarix-i Bəğdadda. İkisi də sünnüdür. Xob, Cənab Ağay Nəsirli, özümüzdən xeyr, vicdanımızdan, yəni zahirdə soruşmayaq, vicdanımızdan soruşaq. Əbu Hənifə xəlifə-i Peyğəmbərdir? Xeyr. İkinci sual, Peyğəmbər onu tərbiyyət eləyib? Xeyr. Peyğəmbər onu görüb? Peyğəmbər onu qabaqca sifariş eləyib? Xeyr. Əslən, səhabədir? Xeyr. Aya Əhl-i Beytdəndir? Xeyr. Nə cür oldu bir adamı ki, 483 dənə fətva verə zidd Peyğəmbərə. Bu olub imam. Amma İmam Əli ibn Əbi Talib olmur imam. İmam Həsən imam olmur. İmam Hüseyin imam olmur. Kull əhl-i sünnət özləri buyurublar. Alimtərin alim İmam-ı Bağiridir. Özləri etiraf edirlər. A'lemul ulema yer üzündə. Niyə qəbul eləmirəm? Günahı nədir? Çünki Peyğəmbər nəvəsidir. Əbu Hənifə əslən nə Peyğəmbərin nəvəsidir, nə sahabəsidir, nə tərbiyyət şüdəsidir. Xob, bunlar sualatlı gərək vicdanlar bunlara cavab verər. Xob, gedək axırıncı mətləbi də tamam eləyək. Gedək Surə-i Bəqərəyə görək nə xəbərdir. Surə-i Bəqərədə 83-cü ayədir. Sümmə təvəlleytum illə qəlilən minkum. Hamız İslamdan qayıtdınız, dal döndərdiniz İslama, bir iddə qaldı, əqəlliyyət qaldı. Xob, kimdir? Ağayanı sünnilər, ağayı Məqatil yazdı, yəni Yəhudilər, Əbdullah ibn Səlam və əshabəş. Yəni müsəlmanları qoyub kənara, deyir, bu ayə deyir, hamı qayıtdı, bir iddə kəm qaldı İslamın başında. Xob, ağayı Məqatil ibn Süleyman, ağayı müfəssiri, muhtərəm əhl-i sünnət, kimdir bu az adamları ki, Allahın yanındadırlar, Quranın yanında? Deyirəm, o Yahudular ki, təzə müsəlman olublar. Özü Quranı təzə öyrənib. Bu nəcür oldu? Onlar behtərən... Onlardan yaxşı çıxdı İslam. Yaxşı çıxdı. Xob, Surə-i Zuxruf 45-ci ayəyə bax. Vəsəl mən ərsəlna min qəblikə min rusuluna. Ey Peyğəmbər, özündən qabaqki Peyğəmbərlərdən soruş. Kimdir? Hansı Peyğəmbəri bizim Peyğəmbər görüb? Ağa, bu ayənin mənası nədir? Ağayı Məqatil.
Təfsir yazan ki, sünnüsən, buyur görək. Yəni, səl mümin əhlil kitab. Yəhudilər ki, təzə müsəlman olub, onlardan soruş. Baba, sən bir dəfə deyirlə, İslam həmin Yəhudiyyəti qutulsun, geçsin də. Sən ki, hər ayə ki, racib mümin gəlib, muttəqun gəlib, muflihun, rasixun, ulul ilm, hamısı Yəhudidir, bir kəlmə di qutulsun, geçsin də. Ağa, biz az tərəfi Yəhud gəlmişik deyək, Yəhudin imamətini qəbul elə. Dolayısıyla yollarla onu istəyir demək ki, elm, hər bir şey İslamı Yəhuddən gəlib. Bəli, kamilən. Ələn bu ayəyə bax, Surə-i Bəqərədə ayə 13-cü. Aminu kəma amənən nas. İman gətirin, xalq necə iman gətirib? Xalq, sizlər cəmaat. Bəli, cəmaat. İman gətirin, o cürü ki, cəmaat iman gətirib. Ağa, bu cəmaat kimdir ki, Allahın xoşu gəlir? Yəni, Əbdullah ibn Səlam və əshabəş. Yəni, Əbdullah ibn Səlam və əshabuhu. Kimdirlər bunlar? Yəhudi. Duruz. Surə-i Rə'd. Bunu bir tozih verin. Bilmirəm nə miqdar vaxtı bərnamədən, proqramdan nə qəzə qalıb, bilmirəm. Bəli. Surə-i Rə'din axırı. Bəli. 43-cü zahirən ayədir. Axırın ayədir. Zahirən 43-cü ayədir. Duruz. Orada deyir, ey Peyğəmbər, sənə deyəcəklə sən Peyğəmbər deyirsən. Amma bil, sən Peyğəmbərsən, sənin də şahidin mənəm və mən indəhu elmul kitab. Bəli. Ey Peyğəmbər, kəfa billah şəhidən beyni və beynəkum və mən indəhu elmul kitab. Ey Peyğəmbəri İslam, ayənin mənası budur ya. Allah şahiddir, sən Peyğəmbərsən və o kəsi ki, o adamları ki, elmin mədəni onlardadır. Bəli. Xob, kimdir elmin mədəni? Əhl-i Beyt buyururlar, qeyr əzəli ibn Əbi Talib Kurey zəmində kəsi ki, mədəni elm ola, yoxdur. Mədəni elm, əsrar, əsmaullah ola. Duruz. Yazıb, Əbdullah ibn Səlam mədəni elmidir. Qulaq as. Qulaq asma deyəri siz bu cümləyə. Mən soruşuram, tamam uləmay əhl-i sünnət bilirlər. Bu surə, çox mühüm sözdür bu ya. Ağay Nəsilli, buna diqqətlə bax, bə əndazəyi kulli bərnamələrimiz ərzişi var bu nüktənin. Nəinki mən deyirəm mühümdir, özü mühümdir. Bu ayə deyir ki, hər kəs ki, hamıdan çox elm onun yanındadır, o şahiddir. Xob, ya Rasulallah, bu kimdir? Burada Əli ibn Əbi Talib. Bəli. Ağayanı sünnülər gəldilər və yox, bu kimdir? Əbdullah ibn Səlam. Qulaq asa, özləri öz əllərinə tutdular, oğru tutan kimin? Ağa, yalan danışma. Bu surə Məkkədə nazil olub. Əbdullah ibn Səlam Mədinədə idi. Hənuz müsəlman dördü. Niyə yalan deyirsiniz? Muaviyə mənbərdə danışırdı. Dedi, mən bu dəlilə gedib Yəhudular gətirib müşavir eləmişəm. Çünki bunlar tıbqı bu ayə hamıdan alimdir. Bilmirəm, Amir-i Şəbi kim idi o zaman alimlərinə. Dedi, Muaviyə, səs o çıxartma. Dedi, necə? Dedi, yalan ki, məgər bu surə Məkki deyir. Məkkədə nazil olub. Əbdullah ibn Səlam əhli Mədinə idi. Neçə il ondan sonra Peyğəmbər mühacirət elədi. Gəldi Mədinəyə, ondan sonra bu müsəlman. Niyə yalan deyirən? Dedi, kimdir? Muaviyə dedi, bəs kimdir? Əli ibn Əbi Talib. Qulaq as. Əlan sən ağay Nəsilli gedərən Quranları, kulli aləm İslamda bu Quranı götürürən. Görürən, yazıb Surə-i Rəd mədənidir. Mədinədə nazil olub. Niyə? Ta bu surə tətbiq eləyə kimlə? Əbdullah ibn Səlam Yəhudi ilə. Bu musibətdir. Kulli əhl-i sünnət yazıbla hazih surə Məkkiyyə qətən əxirən çapxanalarda kulli Quran hay dünyayı İslamın hamısında yazılıb surət-ü rəd, surət-ü mədəniyyə. Bu cinayət deyir, Quranın başını kəsmə deyir bu. Tamamı uləmay əhl-i sünnət. Əhl-i sünnətin yer üzündə tamam alimləri. Deyirlər, ağa, surə-i rəd harda nazil olub Məkkədə. Bu surədə də deyir, Allahın özü şahiddir Peyğəmbərin nübüvvətinə, bir də o adamı ki, tamam elm onun yanında. Ya Rasulallah, bu kimdir burada Əli? Əlan götürüb yazıblar, Quranlarda Surə-i Rəd Mədinədə nazil olub. Ta deyələ o alim Əlidir, bir dənə Yəhudidir. Bu özü bir musibətdir, hər günümüz də aşuradır. Ərzim tamam oldu. Çox sağ olun, Allah sizdən razı olsun ki, gözəl bəyanlarınızla bizim gözümüzü açırsınız. Bizə bu həqiqətlərin üstündəki o tozu aradan aparırsınız. Həm bizim üçün, həm bizim xalqımız üçün. Sizə təşəkkür edirik bir daha.
İnşallah gələn bəhslərdə sizlərdən faydalanmağa çalışacağıq. Əziz tamaşaçılar, gördüyünüz kimi, bildiyiniz kimi biz neçə həftədir ki, Əhl-i-Sünnə kitablarında İslam tarixi ilə bəhs edirik və bugünkü mövzumuzda təfsir barəsində idi. Təfsir barəsində söhbət etdik, İslamın əvvəllərindən yazılmış təfsirlər haqqında söhbət etdik və bu söhbətimizdə davam olacaq. Bir neçə ay, bir neçə həftə bu söhbətlərimiz davam edəcək. İnşallah ki, bizləri izləməyi unutmayın. Allah amanında.